Dostlar salam. Bu videoda Qarabağın bu mövsümün əvvəli etdiyi transferlər haqqında, onların nə qədər uğurlu və ya uğursuz olmağı barədə danışacağıq. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Gəlin ilk öncə onunla başlayaq ki, bu mövsüm Qarabağ transferlərə 900 min pul xərclədi və satdığı futbolçulardan 300 min gəlir əldə etdi. Çempionlar Liqasında çıxış edən bir klub üçün transferlərə 1 milyondan az xərcləmək əslində çox az görünür. Amma bu transferlərin uğurlu olub olmamasından da asılıdır. Üstəlik Qarabağın göstərdiyi oyunu sübut edir ki, futbolda az büdcələrlə də nəsə etmək olur, amma bir yerə qədər. Mövsüm əvvəlində Qarabağdan bəzi futbolçular ayrıldı. Marko Veşoviç, Patrik Andrade, Yassin Benzia, Redončić kimi futbolçular klubdan ayrıldı və Qarabağ bu futbolçuların gedişindən heç bir gəlir əldə etmədi. Yalnız Aleksey Saviyevin Sabahı transferindən 300 min gəlir əldə olundu. Bu futbolçuların yerini doldurmaq üçün Ağdam təmsilçisi bir sıra transferlər etdi. Bu transferlər nə dərəcədə uğurlu oldu, gəlin bir baxaq. Dani Bolt, Qarabağ Braziliyalı sağ cinah müdafiəçisini Portuqaliyanın 2-ci liqa klubu Torrense'dən transfer etdi. Futbolçunun ləqəbi onun nə qədər iddialı futbolçu olacağını hiss etdirirdi. Dani mövqeyində həmyerlisi Mateus Silva var, hansı ki, Veşoviçin gedişindən sonra əsas heyətin dəyişməz oyuncusu oldu. Onunla rəqabət aparmaq Bolt üçün elə də asan olmayacaqdı ki, elə də oldu. Dani Bolt bu mövsüm Qarabağın heyətində ümumilikdə 22 oyuna çıxdı və bu oyunlarda 3 asist etdi. Qurban müəllim futbolçuya daha çox Premyer Lig oyunlarında 90 dəqiqə şans verdi. Çempionlar Liqasında isə 4 oyunda meydana çıxdı. Adətən oyunu son 15 dəqiqəsində oynamağa imkan tapan futbolçu Çempionlar Liqasında ümumilikdə 43 dəqiqə meydanda qaldı. Mateus Silva'nın performansını nəzərə alsaq, ondan form almağı heç də yaxşı olmayacağı məlum idi. Ona görə də Dani Boltun bir ehtiyat futbolçusu kimi yaxşı transfer olduğu qənaətinə gəlmək olar. Növbəti transfer Chris Kouakou. Bu futbolçu gələndə xatırlayırsa, klub oyuncusunun təqdimatını Bəyin oğurlanması filmində Əjdaha epizodu ilə təqdim etmişdi. Hamı elə düşündü ki, bu futbolçu Əjdaha kimi oynayacaq, amma heç də elə olmadı. Qarabağ Chris Kouakou'nun Portuqaliya 3-cü liqasında çıxış edən Mafra klubundan transfer etdi. Futbolçu üçün 300 min avro pul ödəndi. Chris Qarabağın heyətində 18 oyuna çıxıb və bir qol vurub. Qurban müəllim bu futbolçuya da demək olar ki, yalnız liq oyunlarında güvənib. Çünki Kouakou Çempionlar Liqasında Kopenhagenlə oyunda cəmi 1 dəqiqə şans tapa bilib. Halbuki təsnifat oyunlarında daha çox şans tapırdı. Amma görünür futbolçu özünü yaxşı tərəfdən göstərə bilməyib. Romao'nun gedişindən sonra bu futbolçu böyük ümidlərlə transfer edilsə də, hələ ki bu ümidləri doğrulda bilmir. Sami Emamay. Qarabağ yayda müdafiənin mərkəz mövqeyinə də futbolçu transfer etdi. Dinamo Zagrebdən icarə əsasında Sami Emamay cəlb olundu. Əslində futbolçu Qarabağa keçəndə Zagreb azarkeşləri buna sevinirdi. Görünür boşuna sevinməyiblər. Dinamo Zagrebdən transfer edilən bir futbolçu Çempionlar Liqasında cəmi bir oyunda 29 dəqiqə çıxış edib. Premyer Liqada 10 oyuna çıxıb bir qol vurub. Görünən odur ki, elə futbolçunun yeri də Premyer Liqadır. Futbolçunun icarə müddəti yayda başa çatır. Bundan sonra hər hansı böyük bir partlayış falan olmasa, futbolçu elə geri də göndəriləcək. Johnny Montiel. Bu futbolçu transfer ediləndə açığa hamını həyəcanlandırmışdı. Çünki İspaniya karyerası buna zəmin yaradırdı. Amma formasız olmağı, üstəlik zədələnməsi azarkeşləri biraz üzmüşdü. Amma Montiel'in futbolçu səviyyəsi hamıda onu gözləmək üçün bir ümid yaratmışdı və futbolçu noyabr ayında zədəsini sağaldaraq Qarabağın əsas heyətinə daxil oldu. İş elə gətirdi ki, eyni zamanda Kadi Borges zədələnərək Çempionlar Liqasının heyətindən kənarlaşdırıldı və onun yerinə Montiel heyəti daxil edildi. Düzdür, Ajax'la oyunda cəmi 3 dəqiqə oynamağa imkan tapsa da, hər kəs ondan ümidlidir. Və ümid edirik ki, futbolcuya daha çox şans veriləcək və Eintrachtla oyunda komanda üçün daha da faydalı olacaq. Camilo Duran. Qarabağın Çempionlar Liqası heyətinə son anda transfer etdiyi futbolçu. Qarabağ bu futbolçunu da Portuqaliya 2-ci liqasından heyətinə qatdı. Əslində hər kəs 9 nömrə gözləyirdi, amma Qurban müəllim ortaya qarışıq bir futbolçu transfer etdi. O həm winger, həm də mərkəz hücumçu keyfiyyətlərinə malikdir. Camilo Duran Benfica və Ajax oyunlarda əsas qəhrəmanlardan oldu. Çempionlar Liqasında 2 qol, 1 asist edən futbolçu ümumilikdə 25 oyunda 3 qol vurdu, 4 asist etdi. Son anlarda tələm-tələsik transfer edilsə də, futbolçu geridə qalan mövsüm üçün Qarabağ üçün faydalı işlər görə bildi. Pedro Bicalho. Sözsüz Qarabağın bu mövsüm üçün ən uğurlu transferi. 24 yaşlı futbolçu Braziliyanın Palmeiras klubundan transfer edildi. Bu mövsüm göstərdiyi oyunla Qarabağın sözü nəsil mənasında dayağına çevrildi
Hətta göstərdiyi oyunu ilə Çempionlar Liqasında həftənin heyətinə də daxil edildi. Bikali bu mövsüm 28 oyunda çıxış edib və 2 assist edib. Bu performans ilə futbolçuya transfer təklifləri də gəlməyə başladı. Amma böyük ehtimal Bikali qışda Qarabağı tərk edib heç yerə getməyəcək. Və Ramil Şeydayev. Qarabağın növbəti dəfə qucaq açdığı yerli futbolçumuz. Bu Ramilin Qarabağa 3-cü qayıdışıdır. Futbolçu bu dəfə Neftçidə problemlər yaşayaraq 2-ci heyətə göndərilmişdi və daha sonra isə klubdan ayrılmışdı. Böyük ehtimal Qurban müəllimin ürəyi dözməyib onu Qarabağa gətirdi. Çünki futbolçunun Çempionlar Liqası üçün transfer olmadığı məlum idi. Qarabağın çətin oyun cədvəli qarşısında Ramil Premyer Liqa üçün alternativ nəzərdə tutulmuşdu. Amma futbolçu liqada cəmi 6 oyuna çıxdı və heç birində 90 dəqiqə oynamayıb. Ümumilikdə gördüyünüz kimi Qarabağ bu mövsüm 7 transfer edib. Bu transferlərdən yarısı uğurlu oldu deyə bilmirik. Yəni 50% göstərici heç də yaxşı nəticə deyil. Bunun başlıca əsas səbəbi əlbəttə ki, büdcədir. Yəni bu hər kəsə məlumdur ki, Qarabağ klubu hələ ki bir futbolçuya 2-3 milyon qıyıb xərcləmək istəmir. Aşağı büdcə ilə edilən transferlər maksimum bu nəticəni verir. Amma əvvəllər Kadi kimi, Juninho kimi nümunələr də var ki, hansı ki aşağı büdcə ilə transfer edilsə də uğurlu alınıb, daha sonra isə baha qiymətə satılıb. Amma hər futbolçuda da bu effektin olması əlbəttə ki mümkün deyil. Heç kimə sir deyil ki, Qarabağ bu il Çempionlar Liqasındakı çıxışından büdcəsinə xeyli gəlir əldə etdi. Hətta bu gəlirlə 5 milyona da futbolçu transfer etmək olar. Amma klubun daxilini, balanslarını bilmədiyimiz üçün bu mövzuda klubun da üstünə çox getmək olmur. Nə deyək, Qurban müəllim və Qarabağ klubu bizdən çox bilir və ümid edək ki, ən doğrusunu onlar edir. Bugünlük bu qədər. Ümid edirəm video xoşunuza gəldi. Bu cür videoların davamı üçün kanala abunə olmağı və videonu like eləməyi unutmayın. Hələlik.